Salamlayıram əziz xalqımızı. Mən Lənkəran sakin Rəşad Əliyev. Bir nömrəli nəhəng liderin siyasətini aparan ön sıralarda gedirəm. Bütün dünya məndən danışır. Mənim apardığım siyasətdən danışır. Və çünki cənab prezidentin siyasətini biz dəstəkləyirik və bugünkü gündə cənab prezidentimizlə biz önə gedirik. Əziz xalqım, mənim elədiyim çıxışda Ermənistanda böyük bir rezonans yaradıb. Ermənistanda və Fransada mən o çıxışlarımda Ermənistanın baş nazirinə qarşı çıxış eləmişdim və orada onlardan məndə olan məlumata görə ki, yəni ki, mənə yazıblar ki, səni Azərbaycandan deport olunacaqsan ki, Ermənistana, səni gətirərik ki, Ermənistana, yəni o yazıblar mənə orada YouTube-da ki, gətirəcəyik səni Ermənistana və səni orada Ermənistanda sənə yəni mənə görə işgəncə əziyyət verərlər. Heç kimin buradan, heç bir dövlətin başı deyil məni Azərbaycandan deport eləsin. Başı deyil, ha. Hələ Azərbaycan prezidentinin kölgəsinə kimsə yaxınlaşsın bir dövlət, ondan sonra gəlib məni Azərbaycandan deport edə bilərlər. Mən Azərbaycan vətəndaşıyam, heç kimin başı deyil. Heydər Əliyev siyasətini dəstəkləyən adamam. Cənab prezidentin alovlu siyasətini dəstəkləyən Rəşad Əliyev bizi kimin dişi batarı bizə? Hansı dövlətin dişi batarı məni gəlib Azərbaycandan deport eləsinlər, hə? Çünki onların başı deyil. Özləri də yaxşı bilirlər ki, Azərbaycandan gəlib kimi səni aparmaq, buradan Azərbaycandan kimi səni məni Rəşad Əliyevi ki, bu kanallar bağlansın da mən o Ermənistanın baş naziri Paşinyana qarşı yəni ona çıxışlarımı bildirmişdim ki, cənab prezidentimiz Paşinyana daban yaratdırdı. Başa düşürsən? Fransanın prezidentini də sındırdı. Ermənistanın baş nazirini də sındırdı, ona daban yaratdırdı. Mənim bu videomu çatdırıblar ki, Ermənistanın baş nazirinə orada müzakirə gedir mənim haqqımda ki, necə eləsinlər ki, Rəşad Əliyevi bir dənə Azərbaycandan çıxasınlar və tutsunlar məni, yəni mənə işgəncə əziyyət versinlər ki, yəni ki, sən bu çıxışlar eləmişsən filan. Demişəm, əlcəb eləmişəm, heç qorxmuram da. Bəli, cənab prezidentimiz Ermənistanın prezidentini sındırdı, ona daban yaratdırdı. Bəli, Fransanın prezidentini də sındırdı. Çünki onlar kimdir Azərbaycan prezidentinin qabağında, apardığı siyasətin qabağında? Kimdir onlar? Heç bir dövlətin başı deyil. Demişəm və deyəcəyəm də, heç kimdən də qorxmuram. Nəhəng lideri kürəyimi söykəmişəm cənab prezidentimə və cənab prezidentimlə də önə gedirəm. Heç kimdən də qorxmuram. Demişəm və deyəcəyəm də. Əcəb eləmişəm, demişəm. Sındırdı. Bəli, ona daban yaratdırdı. Onun qürurunu sındırdı. Ermənistanın prezident baş nazirini, Paşinyanı. Kimdir Paşinyan? Prezidentimizin qabağında. Heç kim. Vaxtikən at sapırdı. Azərbaycanın o yeri var ya, orada rəqs eləyirdi Paşinyan. Gördünüz Azərbaycan prezidenti onu necə oturtdurdu onu yerinə. Amerikada özü gördünüz Azərbaycan prezidentinin necə yüksək səviyyədə ona saygı, hörmət Azərbaycan prezidentimizə. Yüksək səviyyədə ya, bu birisi nə deməkdir? Donald Trump ona öz ürək sözlərini dedi və dedi ki, Ermənistan baş nazirin yanında. Siz, cənab Əliyev, siz dedi, güclü lidersiniz. Ona görə ondan ikili görüşdü. Amerikanın prezidenti bizim prezidentimizlə ikili görüşdü. Siz dedi, güclü lidersiniz. Görüşə dedi. Ona xaçarı təqdim elədi. Görəcəksiniz, Ermənistanın prezidenti heç nə təqdim eləmədi baş nazirinə. Azərbaycan prezidentinə xaçar təqdim elədi. Qızıl medalyonlar təqdim elədi ona. Baba, bu uğurlu siyasət budur. Ermənistanın baş naziri gördünüz, rəzil vəziyyətdə qaldı. Orada siz gördünüz. Baba, budur siyasət. Ona görə Azərbaycan prezidentinin qabağında heç bir dövlətin prezidentlər diyana da bilməz. Allah cənab prezidentimizi qorusun. Gözlərdən qorusun. Başqa şeydən heç kimin başı deyil ona. Heç kim dişi batmaz. Gözlərdən qorusun cənab prezidentimizi. Çünki bütün dünyanın prezidentlərinin gözü Azərbaycandadır. Kələ balaca bir dövlət, 10 milyon dövlətin bu cürə güclü lideri gözləmirdilər də. Amma görürsünüz necə bizim güclü lider, siyasətçi prezidentimiz bütün dünyaya meydan oxuyur. Meydan sürür bütün dünyada.
bütün dünyanı şoka salan prezidentdir. Bütün dünyanın prezidentlerini rezil güne koyan nəhəng prezidentdir ya İlham Əliyev cənabları. Onun qabağında heç bir dövlət bacarmır ha. Kimliyinə asılı olmayaraq. Özünüzü görürsünüz də, yəni ki, bütün dövlətlər necə Azərbaycan prezidentinə sayğı, hörmət, onun qabuluna düşə bilmir. Donald Trump düşə bilmir. Putin düşə bilmir. Rusiyanın prezidenti, Azərbaycan prezidentinin qabuluna. Bu birisi nə deməkdir? Bu birisi nə deməkdir? Əziz xalqım, bunu dərk edən insan lazımdır bu siyasəti. Mən bunlara hamısına fikir verirəm. Bütün siyasal şəbəkələrdə, bütün internetlərdə hamısını bir fikir verirəm. Cənab prezidentə necə yüksək səviyyədə qarşılayırlar cənab prezidenti. Bütün ölkələrin prezidenti gəlir, ikişərli görüşürlər cənab prezidentimizlə. Bu birisi nə deməkdir? Bunu Azərbaycan xalqı dərk eləməlidir ki, Azərbaycanın bu cür güclü lideri var. Allah cənab prezidentimizi qorusun. Vallahi. Mən bir yana heç nə demirəm. Bir də onu deyirəm ki, Allah cənab prezidentimizi gözlərdən qorusun. Gözlər biraz çətin məsələdir. Düzdür. Başqa yəni sahada heç kimin dişi batmaz, heç gücü də batmaz, silahı da batmaz. Cənab prezidentimiz boş siyasəti ilə bütün ölkənin prezidentlərini oturtdurur yerinə. Oturtdurur yerinə ya. Bütün ölkənin prezidentləri. Onun qabağında sözünü deyən prezident yoxdur. Çöp götürən prezident yoxdur. Yeganə prezident ki, bütün dünyada bütün prezidentlərə meydan oxuyur. Siz at sapır bütün meydanda. Avropada onu seçdi. Birinci prezidentlər sırasında özdə. Birinci prezidentlərin sırasına seçdi cənab prezidentimizi. Bu birisi nə deməkdir? Bu birisi nə deməkdir? Əziz xalq. Hələ bunu xalq dərk eləməlidir ki, bu cürə bizim güclü liderimiz var. Hələ bu birisi nə deməkdir? Nə lider? Bütün dünyada sözünü deyən prezidentimiz var. Bu birisi nə deməkdir? Bu Azərbaycan xalqının uğurudur. Fəxr eləməliyik, qürur duymalıyıq. Eşq olsun cənab prezidentimizə. Canımızdır, qanımızdır, damardan axan qanımızdır. Mən şəxsən Lənkəran sakin cənab prezidentimlə nəfəs alıram mən. Şəxsən öz aləmlə bir yerdə cənab prezidentimlə mən nəfəs alıram ki, Allah cənab prezidentimizi qorusun. Azərbaycan xalqının üstünə cənab prezidentimiz əski eləməsin. Çünki biz işıqlı gələcəyimizi məhz cənab prezidentimizlə biz görürük. Sağ olsun cənab prezidentimiz. Eşq olsun buradan Azərbaycanın Daxili İşlər Naziri, hörmətli Vilayət Eyvazova ki, məhz cənab prezidentimizin apardığı siyasəti dəstəkləyir. Hörmətli Vilayət Eyvazov. Eşq olsun buradan. Sağ olsun Azərbaycanın baş prokuroru Kamran Əliyevə, Milli Təhlükəsizlik Nazirimizə təşəkkürümü bildirirəm. Bir də önəmli bu çıxışımı da qeyd eləməliyəm. Sağ olsun Lənkəran polisinin rəisi Azər Cahangirov məhz cənab prezidentin apardığı siyasəti dəstəkləyir. Lənkəran polisi və onun mavini polis polkovniki bir nömrəli İlham Əliyev cənablarının apardığı siyasəti dəstəkləyir. Bütün mavinləri ki var, birinci mavin, ikinci mavin hamısı yüksək səviyyədə Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirlər. Sağ olsun polis polkovniki, Azərbaycanın polis rəisi, Lənkəranın polis rəisi Azər Cahangirov birbaşa cənab prezidentin fəxri fərmanına layiqdir. Birbaşa xahiş edirəm hörmətli baş nazir Vilayət Eyvazovdan, Azərbaycanın Daxili İşlər Nazirindən ki, Lənkərana yüksək səviyyədə polis rəisi, nə qədər rəislər gəlmiş ki, bu cürə yüksək səviyyədə Azərbaycan polisini birbaşa cənab prezidentin apardığı siyasəti hələ bu cürə yüksək səviyyədə mən görməmişdim. Yeganə polis rəisidir ki, Azər Cahangirov, Lənkəranın polis rəisi birbaşa Azərbaycan prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyir. Sağ olsun. Onun mavinləri, birinci mavin, ikinci mavin sağ olsun. Mirxaya qay rəisi, Lənkəranın qay rəisi sağ olsun ki, Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirlər. Lənkəran polisi yüksək səviyyədə sağ olsun. Mən yəni görürəm də göz qabağındadır. Bu birbaşa
cənab prezidentimizin apardığı siyasəti sağ olsun təşəkkürümü bildirəm ki, birbaşa Lənkəranın polis rəisinə təşəkkürümü bildirirəm ki, Azər Cahangirova ki, Azərbaycan prezidentinin etimatını doğrudan polis rəisidir ya. Azər Cahangirov, Lənkəranın polis rəisi Azərbaycan prezidentinin etimatını bir nömrəli rəisdir. Sağ olsun ki, Azərbaycan prezidentinin etimatını doğrudur və icra hakimimiz hörmətli Taleh Qaraşov da cənab prezidentin etimatını doğrudur. Lənkəranın prokuroru etimatını, Azərbaycan prezidentinin etimatını doğrudur. Buna görə mən təşəkkürümü bildirirəm hörmətli Vilayət Eyvazova ki, Lənkərana yüksək səviyyədə polis rəisini təqdim elədiyinə görə təşəkkürümü bildirirəm ki, məhz cənab prezidentin fəxr fərmanına layiq Azər Cahangirov, Lənkəranın polis rəisi cənab prezidentimizin fəxr fərmanına layiqli polis rəisidir. Sağ olsun ki, yüksək səviyyədə Azərbaycan prezidentinin etimatını doğrudan polis rəisimizə görə təşəkkürümü bildirirəm. Polis rəisinin mavini, polis polkovniki İltifat müəllimə təşəkkürümü bildirirəm. Polis rəisinin ofisi mavinlərinə təşəkkürümü bildirirəm və eşq olsun Azərbaycan prezidentinə ki, biz cənab prezidentimizlə gələcəyimizi və görürük. Sağ olsun, var olsun İlham Əliyev cənabları və cənab prezidentin apardığı siyasəti biz dəstəkləyirik. Bütün sosial şəbəkələrdə Rəşad Əliyev yazsız, mənim birbaşa canlı çıxışlarım gedir bu dəqiqənin özündə. YouTube'da 200 dənə canlı çıxışım gedir. 2 milyona yaxınlaşıb YouTube səhifəm. Rəşad Əliyev yazın bütün sosial şəbəkələrdə. Ancaq Rəşad Əliyev böyük hərflə. Rəşad Əliyev yazın bütün sosial şəbəkələrdə mənim bu çıxışlarım barpa olunub. Biz cənab prezidentimizin yanındayıq və cənab prezidentimizlə də fəxr edirik. Cənab prezidentimizlə də işıqlı gələcəyimizi görürük. Eşq olsun cənab prezidentimizə. Sağ olsun, var olsun İlham Əliyev cənabı. Allah cənab prezidentimizi Azərbaycan xalqının üstünə əski eləməsin. Eşq olsun buradan Paşayevlərə təşəkkürümü bildirirəm. Vitse prezidentimiz Mehriban xanım Əliyevə ki, məhz cənab prezidentimizlə çiyin-çiyinə Azərbaycan xalqını işıqlı yola aparırlar. Sağ olsun, var olsun. Eşq olsun Paşayevlərə. Azərbaycanda bir nömrə hörmətli ailədirlər. Sağ olsun, var olsunlar.